heç bir maniyə insanın daxili gücündən güclü deyil. Bu qədər güclüsən sən. Bütün maniyələri aşa bilərsən, bütün qabağında olan süni səddləri keçə bilərsən. Sən bu qədər güclü bir varlıqsan. Çox əsrarəngiz bir varlıqsan, mənim qardaşım və mənim bacım. Sən kimlərsə ruhdan salırsan, ruhdan düşmür. Sən elə o qədər deyilsən, çox böyük varlıqsan. Allahın hərdən çətinliyə düşəndə özü o vəziyyətdən çıxandan sonra deyir, ilahi, mən necə çıxdım bu vəziyyətdən? İnsan doğrudan da görür ki, Allah ona çox qüdrətli yaradıb, amma qüdrətinin çox az faizini istifadə edib və çoxundan da qafildir. Belə bir məxluq. Məsələn, müxtəlif çətin şəraitlərə necə uyğunlaşıb hərəkət edir, qıraqdan danışanda nağıl kimi görsənir. Nağıl kimi. Hərdən deyir, mən danışsam deyərsən nağıldır. Nağıl deyir, yaşayıb onu. Bu qədər güclü, qüdrətli varlıqsan. Təəssüf olsun ki, insanlar özlərini tanımır və bəzi insanlar onları bəlkə də ucalmaq istəyən insanlar, ucala bilərdi belə insanlar, onun qabağında maniyə olur. Amma ruh düşdən düşməyə ehtiyacı yoxdur. Böyük insanlar da o insanlardır ki, o insanları ruh düşkünlüyündən xilas edir, motivasiya edir və yerdən qaldırır və onu əla suqihi, Quran ayəsinə əsasən, öz gövdəsidir, üzərində dayanar. Bir ağac misalında danışır Allah Peyğəmbərin səhabələrini. Yəni, daha müstəqil şəkildə ayağa qalxa bilir. Elə deyəm, Peyğəmbər onları elə tərbiyə eləmişdi. Və böyük hünər də budur, belə insanları kəşf eləyəsən. Tapasan və kəşf bu mənada ki, zaten hamının istedadı var. İstedadlarını kəşf eləməkdən söhbət gedir ki, onların istedadlarını tapasan, verəsən və hərəkətə gətirəsən. Məsələn, İmam Səccaddan belə nəql edirlər ki, minlərlə qulu aldı, satın aldı, minlərlə. Təhsilə cəlb elədi, təlim, tərbiyə eləyəndən sonra onları azad elədi. Onlar zərrələr kimi yayıldılar dünyaya və İslamı təbliğ eləməyə başladılar. Onlar gözdən kənarda qalan insanlar idi zahirən. Onlar şəxsiyyətinə dəyər verilməyən insanlar idi, görünən bu idi. Heç onlar özləri də bəziləri öz gücündən o qədər xəbərdar deyildilər. Amma İmam Səccad onları kəşf elədi, onları aldı və onların özü ilə onları tanış elədi. Ondan sonra təlim, tərbiyə elədi, təhsilə cəlb elədi və ondan sonra onları zərrələr kimi payladı dünyaya, səpələndilər aləmə və insanların hidayəti üçün əllərindən gələnləri elədilər. Çox əsrarəngiz bir varlıqsan, mənim qardaşım və mənim bacım. Sən kimlərsə ruhdan salırsan, ruhdan düşmür. Sən elə o qədər deyilsən, çox böyük varlıqsan. Sən torpaqdan yaranmısan, torpaqdan. Oddan deyil. Odun işi yandırmaqdır, torpağın işi yetişdirməkdir. Gülüstanın, çəmənliyin, meşənin altı torpaqdan ibarətdir. O valeh olduğun gözəlliyin görünməyən tərəfi torpaqdır. Sən baxırsan, ağacları görürsən, çiçəkləri görürsən, gülü, gülüstanı görürsən. Amma onu yetişdirən torpaqdır. Sən belə bir varlıqsan, nəinki özün yüksələ bilərsən, sən nə qədər insanları tərbiyə eləyə bilərsən. Sən bu qədər bərəkətli vücudsan. Sən qura bilərsən, yarada bilərsən, yetişdirə bilərsən, sən cəmiyyətin hidayətinə vəsilə ola bilərsən. Sən cəmiyyəti xoşbəxt eləmək gücündəsən. Allah səni, məni torpaqdan yaratdı. Ona görə deyir, qiyamət günü bəzi insanlar deyir, ya leytəni kuntu turabən, kaş torpaq olaydım. Bir müxtəlif izahlar verdilər, bir nəfər də belə izah verirdi ki, yəni kaş torpaq kimi mən də o gül-gülüstan yetişdirəydim, çəmənlik yaradaydım. Məndə potensial var idi. Torpağa ərəblər turab da deyir. Turab. Əli Rəssalamın ləqəbi Əbu Turabdır, torpaq atasıdır. Bir nəfər deyirdi, bir alim deyirdi, qardaş çalış turab ol, torpaq ol. Çünki Əli Əbu Turabdır.